Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi məcburi köçkün məktəblilər arasında böyük qayıdışa həsr olunmuş Zəfər şahmat turniri keçirib. Konstitusiya və suverenlik ili çərçivəsində Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə Bakıda Məmməd Yarovlar Şahmat Məktəbində təşkil olunmuş turnirdə Qarabağ və Şərqi Zəngəzur təhsil müəssisələrinin 60-dan çox şagirdi iştirak edib. Böyük qayıdışa həsr olunmuş Zəfər şahmat turnirinin açılış mərasimi keçirilib. Çıxış edən qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov işğaldan azad edilmiş ərazilərə böyük qayıdışın geniş miqyaslı bir proses olduğunu, doğma yurda geri qayıdan gənc nəslin hərtərəfli inkişafı üçün zəruri şəraitin yaradılmasının da bu prosesdə diqqət mərkəzində dayandığını bildirib. Qeyd olunub ki, Qarabağda və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın təmin edəcək amillər arasında uşaqların, yeniyetmələrin və gənclərin asudə vaxtlarının səmərəli təşkili, o cümlədən onların müxtəlif idman növləri ilə məşğul olması üçün imkan yaradılması da önəmli yer tutur və böyük qayıdışın prioritetlərindən hesab olunur. Demək olar ki, burada iştirakın özü bir qələbə deməkdir. Çünki şahmat elə bir idman növüdür ki, orada beyin idman növüdür, intellektual səviyyəli adamlar üçün əbəs yerə deyilməyib ki, şahmat taxtası insan beyninin jimnastika zalıdır. Yəni burada iştirak edən hər bir iştirakçı, bura qədər gəlib çıxan hər bir iştirakçı artıq qalib kimi bir şeydir. 7 turdan ibarət olan yarışdan sonra oğlanlar və qızlar arasında ilk 3 yerin qalibləri müəyyənləşib. Onlara diplom, turnirin bütün iştirakçılarına isə sertifikat təqdim edilib. Bugünkü şahmat turnirində 7 oyundan 7 xal qazandım. Turnirin qalibi oldum. Çox sevincliyəm. Gələcəkdə şahmatı yenə davam etdirib yüksək nailiyyətlər qazanmağı planlaşdırıram. Bu turnirdə təəssüratlarım çox yaxşı oldu. Yaxşı təcrübələr qazandığımı düşünürəm. Gələcəkdə də bu kimi turnirlərdə daha çox iştirak edib daha böyük nailiyyətlərə addım atmaq istəyirəm. Bugün mən yarışda yer tutmuşam. 3 il şahmatla məşğul idim. Bu yarışda mən 7 oyuna 6 qələbə qazandım və 1 məğlubiyyət və 3-cü yer tutdum. Ondan üçün çox sevinmişəm. Beynəlxalq qrosmeyster Məmməd Yarovlar Şahmat Məktəbinin rəhbəri Zeynəb Məmmədiyarova qaliblərə ustad dərsi keçib. Ən güclü seçilən uşaqlarla da işğaldan azad olunan rayonlarda bir proqram təşkil olunacaq. Yəni şahmatla əlaqədar bizim səfərimiz olacaq bu qalib uşaqlarla birlikdə işğaldan azad olan rayonlara və yəni tədbirimiz ümid edirəm ki, inşallah yüksək səviyyədə davam edəcək. Turnirin sonunda qaliblərdən biri ilə Zəngilan rayonunun Ağalı kənd məktəbinin şagirdi arasında onlayn formatda şahmat yarışı təşkil olunub.